Herkese selam, kanalıma hoş gelmişsiniz. Sizinle yeni bir alışveriş videosu paylaşmak istedim. Daha doğrusu ilk defa da kanalımda bu haqda video olacak. Ben ümumiyyətlə özüm market alışverişlerini çok sevirəm. Yəni demək olar hər gün markete girirəm, gəzirəm. Nələrsə seçməyi, almağı çok sevirəm. Səsimə də fikir verməyin, hal-hazırda biraz soyuqlamışam, ona göre sesim batıbdı. Ona göre üzürlü sayın. Bu səsimdən səsləndirmə edirəm. Çünkü bu videonu artıq 1-2 həftədir çəkmişəm. Neçə vaxt montaj eləmək istəyirdim, artıq paylaşmaq istəyirəm. Sonda sizə aldıqlarımı nə qədər eləyəcək, hamısını göstərəcəm. Biz deməli ara supermarketdəyik. Bu yanımızdadır və biz çox vaxt buradan alışveriş edirik. Burada həm də tez-tez çoxlu kampanyalar falan olur. Bu qətiyyən heç bir reklam deyil. Sadəcə mənə uyğundur, mənə rahatdır deyə həmişə bura gəlirəm. Həm də yanımızdadır. Və burada öyrəşmişəm də. Yəni hər şeyin yerini bilirəm. Mənə rahatdır. Bu yuxarısında Rossmann var. Biz hal-hazırda misal üçün burada Rossmannda gəzirik. Baxın bu çaşqanı bəyəndim, endirimdəydi özdə. 15 manatdan 5 manata düşmüşdü cəmi. Və bunun kimi də bir çox endirimlər. Həm Rossmannda, həm də Arazın özündə burada tapmaq olur. Deməli, ikinci mərtəbədə Rossmanndır, birinci mərtəbədə isə ara supermarketin özüdür. Burada həmçinin heyvanlar üçün yemək və s. Oyuncaq olan bölmələr də var. O bölməni sadəcə çəkməmişəm burada mən. Və demək olar çox şey almalıydı. Yəni 2-3 həftədir heç nə almırdıq. Ona görə burada əsasən təmizlik vasitələridir. Sonra yeməli bir neçə produktlar da var idi. Onları da əldə eləmişik. Ümumiyyətlə mənim yoldaşım alışveriş eləməyi çox da sevmir. Yəni marketdə falan. Amma mən gələndən sonra, evləndikdən sonra onu öyrəşdirmişəm. O artıq mənimlə olanda bilir ki, mən çıxacağım, seçəcəm, baxacağım. Ona görə artıq çalışır ki, səbirlə davransın. Yəni ayda 1-2 dəfə də olsa bunu mənlə eləyir ki, səbirlə bir yerdə alışveriş edir. Deməli burada təmizlik vasitələrdən misal üçün Ariel paraşok aldıq, Vernel yucu vasitə aldıq. Mən çox sevirəm iri yucu vasitələri. Burada sabun qaplarına da baxırdıq. Sadəcə olaraq seçib qutara bilmədik, normal baxa bilmədik. Şamlar var idi, iri şamlar, çox sevirəm onları. Sonra burada yenə də qulaq çöpləridir, təmizlik vatna diskləridir, pambıq diskləridir. Sonra düşdük yenə birinci mərtəbəyə və artıq başladıq produktları almağa. Deməli, burada misal üçün barjom idi, çox sevdim, axır vaxtlar mineral sular. Sonra bu siroklar qızlar, bu siroklar çox dadlıymış. Ən çox da bu sarı rəngdə olan mangolu. Mən onu sonradan kəşf elədim və artıq demək olar hər gün onlardan alıram özümə. Çox dadlıdır. Mən misal üçün çaya şokolad falan içmirəm, onlardan içirəm. Düzdür, onları da cicik sayılmır, amma yenə də daha yüngül kimi gəlir mənə. Burada da deməli yoğurtda demək olar, ümumiyyətlə süd məhsulları çox sevirəm. Marketdə demək olar hər gün süd məhsulları alıram. Bizdə xadiimlikdə həmişə süd məhsulları bol olur. Yəni nə olmasa da mütləq süd məhsulları, yoğurtdur, pendirdir və s. südü bunlar hamısı olur. Burada isə çəki ilə misal üçün var burada. Toyuq var, ət var, balıqlar var və s. Çəki ilə əldə eləmək olur. Qassaya gəldik. Qassada yoldaşımla birgə hamısını yığdıq və evə qaydırıq. Bu pişik də bizdən gəlmişdi alışveriş eləməyə. Burada ümumiyyətlə pişik üçün həmişə yemək qabları qoyulur. Mən bu tərəfində çox sevirəm o marketin. Burada göstərdim artıq sizə nələr almışam. Misal üçün bu su qabı çox sərfəli, 4-5 manat idi demək olar. Və mən bunu istifadə edirəm. Hər gün buna suyu doldurub içirəm. Yadımda olur ki, mən bu qədər su içməliyəm gün ərzində, çox rahatdır.
və digər dilləri almışam. Misal üçün bu deməli yeni həmişə kimi qızım üçün tərəvəzdir almışam. Qızım üçün qaş almışam. Sonra belə bir un almışam. Bu glutensizdir. Bir dəfə düz istifadə etdim, amma hər iki fərqini tam deyə bilməyəcəm. Sonra yulaf əzməsi də belə bir şey, kinoadır. Qızıma qarşıdır, yaşıl çaydır. Bu dəfə biraz dietik davranmışıq. Bu altın başaq özü də elə dietik cipsi kimi gedir. Ona görə ondan çoxlu aldım. Sonra bu təmizlik şeyləri, Sleepy falan, bunlar da endirimdəydi. Onlardan aldıq. Süd pendirlərdi, yoğurtlardı. Bunlar dedim onsuz da bunlar həmişə çoxlu alırıq. Yunan yoğurtudur. Alça. Sizcə alçanı nə qədər almışam? Gördünüz yəqin ki orada 5 dənəsi 5 manat idi. Düzdür, hələ bu şükürüdür. İlk vaxtlar 10-15 manat olur həmişə. Amma indi axtarsaz doldu hər yerdə kilosu 4-5 manata. Bu arada bu hardasa 40-50 dəqiqəlik video idi, amma mən bunu montaj elədim, 6-7 dəqiqə alındı. Sona kimi baxdığınız üçün təşəkkür edirəm. Əgər bu videonu bəyəndinizsə, bu tip videolar istəyirsinizsə, zəhmət olmasa şərhlərdə bildirin. Təşəkkür edirəm.